İstər qadın olsun, istər kişi olsun. Deyək ki, boşanma baş verib, olub. Boşanan nədir? Bəzi kişilər görmüşəm ki, həyat yoldaşını gözdən salır. Niyə gözdən salırsan? Salələrdən birisi, baxın, misal, boşanandan sonra gəlib ondan həyat yoldaşı haqqında soruşurlar. Bilirsiniz nə cavab verir? Deyir, o mənim məhrəmim olanda, yəni halalım olanda, mən o haqqında danışmamışam. İndi o mənə naməhrəmdir. Mən niyə onun arxasında danışım ki? Kişilik budur. Yəni, səhv olsa, səhv məndədir. Yəni, demək istəyir ki, onda qüsur yoxdur. Bəzən boşanırlar, misal, elələr olur, həyat yoldaşını gözdən salır. Niyə gözdən salırsan? Bəlkə başqasına evlənəcək, daha xoşbəxt olacaq. Niyə? Özünü haqlı göstərsin deyə. Amma əsl kişi deyər ki, səhv məndədir. Səhv olmasa belə, desin məndədir. Nəyə görə? Bəzən kişi evlənmək rahatdır. Amma qadın evlənmək çətin gəlir. O, filan kəsdən boşanıb, o haqqında belə-belə danışır. Olmaz. Bu artıq bu hədisə girir. Ən şərli insana girir. Yəni, buna qiyas deyirlər. Bir var həyat yoldaşı və həyat yoldaşı boşanandan sonra da əgər sirrini açırsa, bu hədisə girər. Ən şərli insana girər. Əslində, mərd insan nə deyər? Boşanandan sonra səhv məndədir deyər. Qadını tərifləyər. Salihlər belə olublar. Qadını tərifləyirlər. Özünü haqqı çıxarmırdılar. Və həmçinin qadınlara da aiddir. Boşanmışsız, ərini pisləmə. Və xüsusən də evlatlar arasında görürsən ki, uşaq atada qalır, ananı gözdən salır, anada qalır, atanı gözdən salır, bir-birinə uşaq necə böyüyür, nifrətlə böyüyür. Bu da ən böyük günahdır. Əksinə, sən deməlisən ki, bizim aramızda boşanmış olub, Allahın işidir, səhvlərimiz var, amma bu sənin atandır, bu sənin anandır. Yəni, islah eləmək lazım. İnsanlar gələcəyə düşünməlidir. Bugünü düşünməsən, sən gələcək uşağın həyatını düşün. Və ya həyat yoldaşının həyatını düşün. Boşanmışsan, niyə nə layiq danışırsan arxasınca?